uğurlar arzuluyuram. Özün bilirsən söhbət kimlə gedir. Çalışan müğənnidir. Bunları mən qiymətləndirirəm. Mən yox, dövlətim də qiymətləndirir. Bəli. Bir insan ki o pulu biri var yığıb üstündə otururlar. Bilmirlər nə ağacılar. Elə o aşığın sözü qutaranda dalay eləyir. Bəziləri bax elə çoxları dalay-dalaydı. Amma vay adın çəkim. Röya xanım dalay eləyənlərdən deyil. Özlərində möhkəm çalışır. Mahnılara ürəyin qoyur, canın qoyur, qanın qoyur və irəli gedir. Çünki Qarabağlıdır. Çünki Ağdamlıdır. Onun babalarını da tanıyıram. Tanıyırdım daha doğrusu, uşağıdım, yadıma gəlir. Onun babaları da elə belə adam olmayıbdı. Ağdamın çox maraqlı insanlarından olublar. Onun babaları. Amma maraqlı insanlarıdır və elə o istedad da ona ata tərəfindən keçibdi. Mənə belə gəlir ki, mahnıları çox sevilə qulaq asılır. Biri var, oxuyurlar, qışqırırlar, əsəbləşirəm mən. Çünki mən musiqinin beşiyində böyümüşəm. Musiqi aləmindən gəlmişəm, özüm Ağdamdan gəlmişəm. O yaxşı oxuyanla pis oxuyanı ayırmağı bacarıram. Biri var, qışqırırlar, yekə danışırlar. Bu insan məlhəm qoyur, insanın ürəyinə oxuduğu mahnılarla həzinlik gətirir, ondan mülayimlik gətirir. Ondan sonra o ötən günlər xatirəsinə dalırsan. Çünki çalışır üzərində. Ona uğurlar arzuluyuram. Hər şey yaraşır ona. Ümumiyyətcə Ağdamlılara hər şey yaraşır. Bəli. İstəmə. Həsrətdən Qarabağlıyam. Mən oza bağlıyam, Qarabağlıyam. Özün bilirsən ki, Qarabağlıyam. Tənənlə könlümü talamadayına, ta məni əlinə dolamadayına. Biz Qarabağlıyıq. Qarabağlılar görsən də Qarabağdan kimlər çıxıbdır? Bəli. Kimlər çıxmayıbdır? Ən böyük sənətkarlar Ağdamdan çıxıb. Bəli. Ən böyük oxuyanlar Əbülfət Əliyev, Arif Babayev. Hardan çıxıb? Ağdamdan çıxıb. Sara Qədimova kimi sənətkarlarımız hardan çıxıb? Ağdamdan çıxıb. Ondan sonra Mənsum müəllim, mənim ürəyim, canım. Çox sevirəm Mənsum İbrahimovu. Çox, mənim balamdır. Hardan çıxıb? Ağdamdan çıxıb. Ağdam torpağının yetirməsidir. Təyyar Bayramov Ağdam torpağının yetirməsidir. Xəyyam Nissanovla oxuduğu mahnını çox sevirəm. Və mən xahiş edirəm onu bir dəfə də oxusun, mən qulaq asım ona. Yaxşı ki varsınız. Yaxşı ki... Aysel xanım, yaxşı ki sən də varsan. Ay Çox bizim təşəkkür. gözümüzün işığı. Ay bizim dəyərlimiz. Çox sağ ol. Şəhərdə deyir, tək qalmışam, bir mahnısı var ya onun. Tez gəl, tez gəl. Orada o elə bir monoloq dedi. Mən ağladım. Tez gəl, tez özünü çatdır mənə. Mən tək qalmışam burada. Tez gəl, ömrüm solmadan gəl, zaman dolmadan gəl, təslim olmadan gəl. Çox gözəl bir mahnıdır. Kim yazıb onu? Halal olsun. Bax, Sizə ona halal görə- olsun ki, siz mahnını dinləyib onun dərinliyinə varmısınız. Qızım, sənətə, sənətkara qiymət vermək başqa şeydir. Və sənətin, sənətkarlığın duymaq, başa düşmək tamam başqa bir şeydir. Bəli. Onda var, vidi gözəldir. Ondan get-gedə o cəmaat adam var ki, bir balaca yaşa doğru yaman günə qalır. Amma maşallah röya getdikcə şirinləşir, getdikcə gözəlləşir. Yenə də deyirəm, onunla mən bir asılacağım yoxdur. Amma öz vidin qoruyub, saxlayıb, öz bədən quruluşunu qoruyub, saxlayıb, özə lazımı qədər ha, nə artıq özünə belə üzün şişirtməyib, nə gözün şişirtməyib, elə qəşəng saxlayıb özünü, elə qəşəng gözəlləşdirib özünü, gəl görəsən. Bəlkə də onun mahnıları onu gözəlləşdirib. Bəli. Oxuduğu mahnılar onu Bəli. çox gözəlləşdirib. Çox sevirəm səni qızım. Yaxşı oxuyursan. İnsanlığın da yaxşı